Herkese salam. Bugün bazar közündə möhtəşəm bir reseptlə gəlmişəm. Süfrələrimizin şahı olan şaplov hazırlayacağam. İlk olaraq düyümüzü yaxşıca yuyuruq. Gülümün uzun düyləri ilə plovlarımız daha da möhtəşəm alınacaq. Duzumuzu əlavə edirik qaynamış suyumuza. Şahplovda düyümüzü çox bişirmirik, çünki bir 40-50 dəqiqə sobada dəmdə qalacaq. Baharat doğradığım quzu ətini əlavə edirəm kərəyağına. Yarım halqa soğanlarımı əlavə edirəm. Ətimiz və soğanımız qovrulana kimi keçirəm şahplovun əsas məsələsi lavaşlarını yağlayıb kənarlarına düzməyə. Bu hissəsinə diqqətlə baxın. Qazanımızın divarlarını yağlayıram və hissə-hissə lavaşları hər iki tərəfini yağlayıram. Sarı kök və duz istiyotu əlavə edirəm və son olaraq meyvə qurularını əlavə edib tavamızın altını söndürürəm. Şaplov son olaraq sobada 160 dərəcə 40-50 dəqiqə arası bişməyə qalır. Ondan sonra servis edirik. Şaplov artıq hazırdır. İndi keçirəm doğramaq hissəsinə. Şaplovda ən maraqlı hissəsi də bunu çevirməkdir. Yel çərşənbəniz mübarək.